Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə, salam olsun MKTV izləyicilərimizə və bütün xalqımıza. Demək ki, bu günləri mən bu videonu çəkməkdə ilk öncə buradan qeyd eləmək istəyirəm. Mən hər bir dinə, hər bir məzhəbə, hər kəsin dininə böyük hörmətim var, sayğım var. Kim hansı məzhəbə inanır, sünni, şiə, məndən ötürü bunlar yoxdur. Kim Hristiyandır, kim Yahudi inancına inanır, evangelistdir, kim nə bilim nədir, o hər kəsin öz inancıdır. Bu günləri İran-İsrail ABD savaşında Siyonist və evangelistlərlə Fars Molla rejiminin savaşı gedərkən İran haqlı olaraq öz dövlətini qorumaq üçün direniş, savaş verir. Bütün xalqı ilə bir yerdə. Bu bir tərəfi savaşın. İkinci tip bir tərəfi. Mən buradan demək istədiyim nədir? Farsların Şiə məzhəbi ilə və Ərəb İslamı ilə, yəni ki, Muhammedin sallallahu aleyhi və salamın İslamına qoşulmaqları hardan gəlir kökləri? Bildiyiniz kimi Sasani dövləti xəlifəlik Əbu Bəkirin vaxtında işğala uğradıktan sonra, zərdüştlük tamamen yox olduqdan sonra o zaman Zat əllərinin övladlarından evləndirdilər. Yəni şahların qızını, vəzirlərin, saray ahadasının və Fars Sasani hökümdarı 3-cü Yezdigirdin qızı Şəhrübanini Həzrət Hüseynə, yəni İmam Hüseynə evləndirirlər. Və buradan da Farslar zərdüştlük dağılandan sonra, çünki Perslərin ta dərin zərdüştlük və ateşlik qardaşları, təşkilatı, örgütləri var. Və bir də bunların Perslərin Doka adlandırılan təşkilatı var. Bunlar da Fars külturunu, mədəniyyətini qoruyucularıdır. Harada olsalar da bunlar gizlində bu işlərlə məşğuldurlar. Fars külturu və mədəniyyətini dövlətlərdə yeritmək. Bu Şəhrubanidən olan Həzrət Hüseynin, yəni İmam Hüseynin Şəhrubanidən olan övladları Həsən və Hüseynə imam adlandırdılar. Farslar buradan İslam'a girərək İslamın içini parçalamaq üçün bu Şiə məzhəbindən getdilər. Çünki zərdüştlülər bu dəqiqədə İranda var, dərin İranda və bir qismi də Hindistandadır. Bunlar indi zərdüştlük demirlər özlərine, Perslilər deyirlər. Dərin Pers hökümdarı. Və bunlar, baxın, Ayətullah Xameneinin aradan götürülməsi, həm də onun ölümü göstərilmədi, düzdür, fotolar zat göstərildi və onun yerinə oğlunun Ayətullah olması, bu artıq Fars xənadanlığının başlanğıcıdır. Çünki atadan oğula keçir. Çünki onlarda da İran Şiə rejimində də Ayətullah rəhmətə gedərsə, Xameneilər rəhmətə gedərsə Ayətullah. Onun yerinə seçilən çox ciddi bir, gizli bir təşkilatla, ruhanilər tərəfindən səs verməklə seçilir. Bu da hardan götürülür? Bu da Roma, Vatikan projesində eyni Papa, Roma Papası ölərsə, kardinalların yığışaraq gizli səs vermədə sonra yeni Papın seçilməsidir, Roma Papasının seçilməsidir. Bu eyni sistemdir. Və burada Xamene'dən sonra oğlunun Ayətullah olması yeni Fars xənadanlığının başlanğıcıdır. Çünki araşdırdığım araşdırmalara görə bəzi üst qatında ləğv olunması, öldürülməsi, generalların və yaxud da bunların öz aralarında da məncə içərdən iş savaş edir. Bu savaşdan istifadə edərək kimlərsə aradan götürür. Və bu da kiminsə qarşısının yolunu açırlar. Və diqqət etsəniz,
bu savaşta İranın bütün üst katı vurulsa da Peşişana məsələn dəyilmir. Onun kimi də burada tam başqa bir dərin Fars oyunu gedir. Fars dərin düşüncəsi gedir. Bunların Atəş qardaşlıqları deyilən təşkilat ta qədim kökləri Pers krallarının vaxtına gedir. Kirin vaxtına kimi gedir. Bu günləri Hürmüz boğazının bağlanması və hər gün İsrailin qəsdən medialarında, hansı ki bizdə də medialar, Türkiyədə də medialar, dünya medialarında çoxsu siyonistlərin finansındadır, kontrolundadır. Və savaş başlayarkən diqqət etsəz, hər gün İsrailin İranı saldırmasını göstərirdilər. Amma İranın İsrailə saldırmalarını, dağıtmalarını heç elə də çox göstərmirdilər, vermək istəmirdilər. Amma nədənsə bu son 4-5 gündür, diqqət etsəz, ancaq İsrailin darmadağın edilməsi, dəmir qübbəsinin yox olması və İranın saldırıları, balistik raketləri, dronları və orada hər gün media ilə dünya mediasında sivil insanların ölməsini 10 nəfər, 5 nəfər, 50 nəfər, 100 nəfər hər dəfə də artırılması və özlərinin yazıq vidində göstərilməsi dünya çərçəməsi ki, biz hərbi bazalara, hərbi üslərə saldırırıq, amma bunlar sivil insanlara saldıracaq. Bu nə deməkdir? Bu savaşın qanunlarıdır. Bu dezinformasiyadır. Bunlar məncə hazırlaşırlar İrana taktiki nüvə silahına vurmağa. Bu Donald Trump, bu pedofil, bu eşcins, bu şərəfsiz, namussuz tülkü, bunu kimi tülkü bəlkə yer üzrə analar doğmuyor. Bu evangelist hər gün duraraq bir söz deməyi bu qəsdən edir. Ay biz İranla danışıqlar aparırıq. İranla nümayəndələr çıxır deyir ki, biz sizlə danışıqlar aparmırıq. Hardan deyir bu? Yalan deyir. Buradan da gəmilərin göndərməyi zadı. Bunlar İrana qarşı əgər belə gedərsə, savaş belə davam edərsə, mən öncəki verişlərimdə demişdim. İsrailin yox olma təhlükəsi 100%'dir. Çünkü İsraili quran Anglo-Saksonlar və siyonistlər, Rothschild xanədanları artıq bu İsrailin üstündən xətt çəkiblər. Və Netanyahunun əlində elə bu dövləti dağıtmaq istəyirlər. Yeni İsrail, New Jerusalem dedikləri bölgə, Ukrayna ərazisində və bugünkü Kipris. Kiprisin büyün ətrafında bu boyda NATO ölkələrinin yığışması, silah ambarlarına döndəriblər. Gəmilərinin, nükleer silahları, hamısının yığılması Rum kəsimi tərəfdə. Kipris adamızı təmiz mühasirə alıblar. Həm adaları, həm Kiprisi. Həm Türkiyəmizin böyük başını kuşatmışlar və buna da kimsə bir söz demir. Və Ankara böyük elçisi olan Tom Barak başından böyük işler görerek yine çıxışlar edir. 4 ölkədə kütlərə dövlət qurmağı və Türkiyəni də onun içine qatır. Və buna da Dışişləri Bakanlarına da dövlətin üst qatından heç bir səs çıxmır. Buna deyən yoxdur ki, sən səsini kəs ya bunu geri göndərsinlər. Ya da deyə bilmirlər. Bu açıq məlum məsələdir. Bu günlərdə kim siyonist evangelistlərin yanındadır, safındadır. Ben kesin səbəbdə demiştim. Bu İbrahim Alyansında imza atanlar, Donald Trump'ın yanında safında duranlar, sırasında duranlar, bunlar hamısı bir tərəfdədirlər. Bunun kimi də 12 ölkə, İslam ölkəsi də yanında, orada Türkiyəmiz və Azərbaycanımızın da Dışişlər Bakanları orada İranı qınamaqları və Amerika İsrailə heç bir söz deməməkləri, bu çox söz tapa bilmirəm mən buna da deyim. Yani özünüz başa düşürsünüz. Artıq kim kimin tərəfindədir, kim kimin yanındadır. İran belə götürəndə bizə düşməndir. Amma Fars düşmənçiliyi biləsiz. Bu Şiə məzhəbi ilə zərdüştlüyün, dərin zərdüştlüyün bu indi xanədanlığa gedirlər bunlar. Ayətullah xanədanlığına, atadan oğula, atadan oğula. Artıq buna start veriblər və yollarında duranları da təmizləyəcəklər. Baxın, İran Cumhuriyyəti olursa bu türklərdir. Amma İran Fars xanədanlığı olursa bu düşməndir. Hər kəs bunu bilsin. Bu düşmənçilik
Ta Qaznəvilərin vaxtından, Sasanilərin vaxtından, Qaznəvilərin vaxtından, Səlcuqların vaxtından, Osmanlıların vaxtından, Qacarların vaxtından bu günə kimi gəlmişdi. Bu günlərə kimi də bu davam edir. Və taktiki nüvə silahı atılarkən İran da İsraili nüvə silahına vurmağa hazırdır. Və kimsə deməsin ki, bunu edə bilməzlər. Edərlər, hələ üstündən su da içərlər. Yaponiya, Xerosima atdılar. Kim nə deyə bildi ki? İkincisi, İran da buna hazırlaşıbdır. Çünki İranda da bəzi istihbarat bilgiləri var ki, çoxdandan Rusiyadan və digər ölkələrdən balistik nüvə başlıqları alıbdır. Hazır vəziyyətdə. Yəni, burada böyük bir təhlükə gedir. İsrailin atom elektrik stansiyası var, nükleer santralı, Diamond. O, Türkiye sınırına 662 kilometrdir. Əgər orada bir partlayış olarsa, yani bir sızma baş verərsə, 24 saatdan sonra Türkiye'nin arasındadır o şualanma, o radioaktiv zəhərləyici, öldürücü, zəhərləyici şualar. Bu böyük bir təhlükədir. Mən buradan kimisə qorxuzmuram, nə kiməsə təhlükənin sadəcə olaraq nə qədər böyüklüyünü demək istəyirəm. Çox adamlar bu savaşa elə belə baxır. Ya da Qafqazda təhlükənin olmasını, məsələn, bu günləri Azərbaycan-İran sınırında olan, İran tərəfində olan orduları, Amerikanlılar, İsrail orduları saldırırdı orada. Azərbaycan-İran sınırında olurdu. Hətta mənim bir Türkiyədən dostlarım var, onlar telefon açdılar ki, Fəruz bəy, Azərbaycanla savaş başlayıb. Dedim, yox, bizdə savaş yoxdur. Bu yalan informasiyalardır. Ancaq Azərbaycan-İran sınırı olan bölgədə İrana saldırırlar o bölgədən. Əziz xalqım, əziz millətim, mənim bu günləri, bu qısa dediyim videoda nəyin, hansı oyunların necə getməyini biləsiniz. Burada Hürmüz boğazının bağlanması, Ərəb yarımadasının petrolunun durdurulması bu Amerikanın əlində oynayır. Bir də Rusun əlində oynayır. Venezuela işğalından sonra artıq Amerikan neft petrol şirkətləri Venezuelada başlayıblar işə və onun kimi də İraqda olan petrol yataqlarının birində Rus petrol qaz oturmuşdu. Bu Lukoil səfərlərimsə. Onu da orada yaşayan yerli Kürtlərin əlindən, yəni Bərzani'nin əlindən onu ləğv elətdirib Amerikan Chevron şirkətinə verdilər. Oradakı petrol qaz yataqlarını. Və bu Amerikanın belə uduzmağı, özlərini belə göstərməyi, İsrailin dünya mediasında özlərini həm Qəzzədən çocuk qatilliyindən, sivil insanları öldürməyindən təmizlənməsini, günahsız göstərməsini bu günləri mediada, hər bir mediada, həm bizdə, həm Türkiyədə, onlara bağlı olan mediada. Ancaq İsrail'e hava saldırısını gösterirler, İran'ın sivil insanları öldüğü sayını gösterirler, onu gösterirler, bunu gösterirler. Bu dünya medyasına gösterirler ki, bakın biz hərbi üslərə vuruq, ama bunlar bizim sivillərimizi öldürür. Bu taktiki nüvə silahının vurmasına zəmin hazırlamaqdır. Bir yeri vurmaq üçün, böyük saldırı eləmək üçün ilk növbə zəmin hazırlayırlar. Dünya medyasında, ictimaiyyətdə hamı bunu görür ki, burada insanlar ölür. Birdən də bunlar neynəsin? Sonunda bu taktiki nüvə silahını işlədəcəklər. Özdə Netanyahu kabineti nə Amerikan eşidəsidir, nə kimisə. Kimsə buna şübhə eləməsin. O, siyonist, radikal siyonistlər, o sapqın dinlərlə, siyonizmlə məşğul olanlar, bunlar edəcəklər. Və buna da qarşı İran da hazırlıqlıdır. Ancaq nəticəsi nə ilə olacaq, onu Allah bilir. Sadəcə o 1% niyə etmirlər? Burada Pakistan, Afganistan, Hindistan amili var və Rusiya amili var. Çünki taktiki nükleer silahı işlənərsə də yarın Putin də Rusiyada, Ukraynaya və Avropaya taktiki nüvə silahı işlədə bilər. Bu qaçılmazdır. Onun kimi də Pakistan, Afganistan və Hindistanla nükleer silahları işlədə bilərlər. Sadəcə olaraq 1% buna görə ola bilsin ki, ehtiyat edirlər. Amma bəzi istihbarat bilgilərinə görə bunlar bəlkə hazırlaşırlar ki,
taktiki nüvə silahına vursunlar. Çünkü bunlar alladırlar. Media karşısında insanları alladırlar. Yalan informasiya, dezinformasiya deyirlər buna. Verirlər və birdən saldırmaq hazırlaşırlar. Əziz və böyük Türk millətim, ruhdan düşmək yoxdur. Biz hər şeyə hazır olmalıyıq. Çünki ətrafımız, hər yerimiz düşməndir, kuşatılmışıq. Qarşıda Paşinyanın da Ermənistanın da seçkilərinə namizəd Köçəryanı da namizəd elədilər. O Qarabağ qatili, Xocalı qatilini. Onu da Ruslar eləyib. Qarşıda çox böyük oyunlar gəlir. Çünki həm Ermənistandakı seçkilərdən Qafqazda olan durum necə olacaq, həm İran-İsrail savaşının nəticələri nə ilə qurtara biləcək və bu Fars Molla rejiminin İranın danışan dili professor akademik Muhammed Morandi bu günlərdə çıxışında da Amerika çıxışında da dedi ki biz Bakı Azərbaycana da saldıracağıq. Çünkü petrollara göre, o petrollar hem Amerika'da gedir, hem İsrail'e gedir. Bunu da herkes bilir. Yani biz orada saldırmak fikrimiz var. Yani bu her an neyse baş verməyini herkes gözləsin. Sadece olarak biz deyə bilərik ki, xalq olarak biz ne edə bilərik? Biz əlbəttə ki, ne edə bilərik? Dövlətin üst qatındakılar eləməlidir, görevdə olanlar eləməlidir. Biz xalq olarak her bir kötü bir varianta hazır olmalıyıq. En bir kötü bir varianta her şeye hazır olmalıyıq. Ya ben buradan bu analizlerimi deməkdə kimisə qorxuzmuram ya çəkinmir. Yani bu gedişat budur. Yalandan durum başka informasiyalar verim. Xeyr. Ve bu son olarak da buradan Türkiye Cumhuriyetimizə başın sağ olsun deyirəm. Katar'da helikopter kazasında 3 tane Türk Silahlı Qüvvələrinin hərbiçilərinin şəhid olması və orada da biri minbaşı və Aselsan işçiləri. Sadəcə olaraq burada sual işarələri çıxır ki, Türk Silahlı Qüvvələrinin kargo uçağının 131 gün, 130 gün olar təxminən. Bundan öncə Azərbaycandan qalxaraq Gürcüstan sınırında düşərək 20 dənə şəhidimizin hələ bugünkünə kimi açıqlıq verilməməsi və heç bir cevap bildirilməməsi və bu günlərdə Katarda dünən helikopter kazasında 3 Türk Silahlı Qüvvələrinin rəhmətçilərinin minbaşının da Allah onlara rəhmət etsin şəhid olması və buna da heç bir açıqlama verilməməsi nədən qəzalar olur, niyə qəzalar olur? Bunları sual altında qalması çok suallar çıxır və çox qaranlıq bir yerə, fikirlər gətirir. Aziz millətim, Allah'a emanet olun. Nə mutlu Türk'üm deyənə.